Deməli, Adil Məmmədov qəbul sualları nömrə 3 testlərinin izahını verək. Deməli, birinci sual iftihai funksiyadır, integraldır, törəmədir. Nəyin törəməsi 2x verir? Nəyin törəməsi 2x verir? Elə bil 2x, dx sıfırdan neçədir? 2-yədir. Deməli, x-in kvadratı sıfırdan 2-yə. Bu da bilirdik ki, 2-nin kvadratı sıfırın kvadratı. Bərabərdir 4 sıfırsın 0, bərabərdir 4. Yəni, təzdən deyilən, belə bir bu qaydaya əsasən f2 dx b-dən a-ya nəyin törəməsi bunu verir? Böyük f2 b-dən a-ya bu da bərabərdir f-a çıxılsın f-b. Düsturunun köməyi ilə bulan adları falan da var. Ama başımız qarışmasın deyə olan adlarını demirəm. Keçək ikinci suala. Burada. Diagonalı 8 cm olan düzbucaqlının müstəvisinə aid olmayan nöqtədən onun bütün təpələrindən 5 cm məsafədədir. Deməli, düzbucaqlını fəzada paralelogram kimi çəkirəm. Nə tərəfləşəm? Paralelogram kimi çəkirəm. Bu fəzada belə olur. Sonra nədir? Diagonalı 8-dir. Bax, bu diagonal 8-dir. Deməli, bu buradan məsafəsi dedikdə şərcədir. O düzbucaqlının nəyinə düşür? Diagonalların çəkişmə nöqtəsinə. Orada diagonal 8 olacaq 4. 4. Sonra deyir ki, müstəvisinə aid olmayan nöqtədən onun bütün təpələrinə qədər, bir dənə təpəsinə qədər, yəni çəksən bəhs edir. Yəni burada, nəysə, bunun hamısı. Bir dənəsinə çəkirəm ki, rahat olsun. Bu bir düzbucaqlı perpendikulyar, bu 5-dir. Bu hündürlük də bir dənə x deyirəm. Düzbucaqlı bucağı alınır. Alınır x-in kvadratı, üstə gəlir 4-ün kvadratı, bərabərdir 5-in kvadratı, x kvadratı bərabərdir 25 çıxılsın 16. X kvadratı bərabər 9, x də bərabərdir 3. Dərsə sağına görə yaza bilərdiniz. Oldu, bunda cavabı nə? Bunda cavabı oldu 3. Bu bir qardaşına da cavab eləmədim. Bu cavabı nəyi tapışdıq? 4. Sonra keçək 3-cü suala. M-in hansı qiymətində vektorları perpendikulyardır? M-in hansı qiymətində vektorları nədir? Perpendikulyardır. Deməli, A vektoru bərabərdir A1, A2. B vektoru bərabərdir B1, B2. Bunlar o zaman bir-birinə perpendikulyardır ki, bunların hasili nəyə bərabər olsun? Skalar hasili sıra bərabər olsun. Deməli, A1 vurulsun B1, üstə gəlirsin A2 vurulsun B2 bərabərdir 0. Gəl baxaq. Mənfi 4-ünü vuracam nəyə? 10-a, üstə gələcəm 5-i vuracam M-ə, bərabərdir 0. 5M bərabərdir 40-a, M bərabərdir 8-ə. Cavabımız oldu 8. Keçək növbəti 4-cü suala. Sadə bir sualdır. A sıx B bölü B vurulsun. Bunları ortaq məxrəc A vurulsun. A sıx B. Bunun nəyə çatışmış? A-sı. Bunun da A çıxılsın B-si. Deməli, A-nın kvadratı çıxılsın. A, başa yazmıram uşaqlar. Çünki sonra dedir müəllim bunu hardan aldı. A sıx B-lər gedir, bərabər. Bu aşağıda qalır B, yuxarıda A kvadratı çıxılsın. A kvadratı B kvadratıdır, amma qabağında mənim işarəsi olduğuna görə fiil. Deməli, A kvadratları da getdi. B kvadratı bölünsün B, qalır B. Burada da bir dənə A-mız var idi. Bəli, onu yazmamışam. Oldu B bölü A. Cavab B bölünsün A. Keçək, növbəti
5-ci sual. AB parçası AB tuzağının tənbölənidir. Mən demişdim tənbölən dediyimiz zaman birinci tuzağını çəkirəm. AD tənböləni deyəndə buradan AB tənböləni alfa. AB'miz AB'dir. AB'miz 18'dir. AC'miz 15'dir. BD'nin DC'dən fərqi nədir? BD'nin. Bura X deyirəm uşaqlar. Bura Y deyirəm. X'in Y'dən fərqi nədir? 2'dir. Buradan da Y'yi tapsam, Y bərabər və X'i tapsam. Hansını istəyirsiniz? Bizdən ümumiyyətlə BD'ni soruşur da. X'i soruşur. X'i soruşursa buradan Y2 tapsam, 2 sıxılsın 2'dir. Gətir Y2'nin yerinə qoysam, nəyə soruşur? Bura Y2'nin yerinə 2 qoysam, 18'in X'ə nisbəti 15'i 2 sıx 2'yə nisbəti, sonra vurub atarım. Olar 18 2 sıxılsın 36 bərabərdir 15 2. Belə keçirsəm 3 2 bərabərdir 36. X də bərabərdir 12. Deməli BD'miz oldu 12. BD'miz də 10. Bizdən BD'ni soruşduğuna görə cavabımız olacaq C şıkkı. Sonra, burada nəyi bilmək lazımdır? Burada kosinüsdür mu? Kosinüs nəyə deyilir? Bitişik katetin hipotenuza nisbəti. Tez AB ündürükdə buradan həmişə C'dən AD'yə perpendikulyar təşkilən. Burada düz 60 buzaq alınır. Deməli, buna bir dənə deyək ki, bu buzağa bir dənə burada alfa deyirəm ki, rahat olsun. Bitişik katetin hipotenuza nisbəti. Burada bir dənə N hərfi deyirəm. N'dan D-yə olan məsafə 12'dir. D-dan D-yə olan məsafə 13'dür. Onda buna K var desəm 13K nisbət olduğuna görə. Onda 5K fəqurə dəftərə görə. Sonra nədir? AB'miz nədir? 10'dur. AB'miz 10'dursa CN'imiz də 10 olmalıdır. Yəni 5K'mız nəyə bərabər olacaq? 10'a. K'mız nəyə bərabərdir? 2'dir. Aparat yerinə qoysam burada eləcə 26. Bizdən də trapezlərin sahəsini tapın. Biz bilirik ki, trapez əgər dörd bucaqlının daxilinə sevdət çəkilibsə, onun qarşı tərəflərinin cəmi nədir? Bərabərdir. BC üstəgəlisi. BC üstəgəlisin. AD nəyə bərabərdir? AB üstəgəlisin CD-yə. Deməli, 10-la 26'nın cəmi neçə edir? Deməli, bu trapezlərin sahəsini tapın dəndə otacaqları cəmini yaxşı. Otacaqları da cəmi 10 üstəgəlisi. 26 bölü 2 vurulsun. Haşımız nədir? Haşımız da 10'dur. 36 bölünsün 36 2 bölünsün 18. 18 ona vuranda 180 oldu. Ne variantı? C şıkkı. Bu da 6. sual. Keçək növbəti. Bunu bilmək üçün əziz və hörmətli şagirdlər, deməli nəyə bilmək lazımdır? Biz öyrənmişik ki, iyilik bərabər, həm də bütün qaydaları mən sizə təkrar elətdirim deyə, A vurulsun kosinus E, K2 üstəgəlsin B'dir. Əgər enimiz cütdürsə, bax, həm də sinusda da belədir. İyilik bərabər qoy hamısını yazın. Sizdə sinus E, K2 üstəgəlsin B. Bir də iyilik bərabərdir. A vur tangens K2 üstəgəl B. Bir də burada da en yazdım. İyilik də bərabərdir. A vur kotangens E. K2 üstəgəlinə B. Baxın cavab. Bu dərsliyi orta məktəbdə 6 aya keçirir. Ona görə bu şahid gözü daha asan dedim. Deməli, enimiz, bax birinci, enimiz cütdürsə, burada da enimiz istəyir, enimiz cüt olsun. İstəyir enimiz nə olsun? Tək olsun. Bunların bir dənə düsturu var. Pi bölünsün modulda K. Adətən çox vaxt onun müsbətini soruşur deyə, ən böyük qiymətini soruşurdu. Mən onu uşaqlara modulsuz gəldirdim. Pi bölünsün nədir? Modulda K'dır. İndi bir də kiçiyində soruşar deyə. Çünki kosinusda mənfinin udur söhbət var. Sinusda nəysə, o məsələlər var. Cüt olanda da. Amma tək olanda, elimiz tək olsa,
Bir dənə buna aiddir. Bax, bir dənə buna aiddir. Elimiz tək olanda bunun düsturu olacaq uşaqlar. Nə olacaq? 2 pi bölünsünlər modulda K. Aydındır. Hə, deməli, indi bax, K-mızın yeri nədən durur? Şagirdlər. A kvadratı x-in qabağıda. Deməli, 2 pi bölünsün modulda A kvadratı çıxsın 30 nəyə bərabərdir? Verir. Pi bölünsün 3'ə. Pilərimiz gedər, qalır modulda A kvadratı çıx 30 bərabərdir 6'ya. Bir dəfə A kvadratı 30 bərabərdir 6'ya. Bir dəfə də A kvadratı 30 bərabərdir mənfi 6. Buradan A kvadratı bərabərdir 36'ya. A da bərabərdir plus minus 6'ya. Buradan da A kvadratı bərabərdir 24'də. A da bərabərdir plus minus 2 kökdə 6'ya. Bizdən ən böyük qiymətdən soruşur deyə nə olacaq? 6. Bunların içərisində ən böyüyü 6. Ən kiçik müsbət kökünü deseydik ki, kökdə 6 ümumiyyətlə ən kiçik müsbət dövrünün daha doğrusu hansı ən kiçik qiymətini deseydi mənfi 6. Cavabımız amma burada hər türlü izah edir. Yəni bütün demək olar ki, bax dövrü funksiya müsbət dövrü var, nə bilim nə var. Buna bütün hər şeyi burada izah eləmiş oldu. Cavabımız nə oldu? 6. Evdə də gedib buna bir dəfə baxır. Bir dəfə bu düsturlara qeyd edəndən sonra oturacaq bura. Aydın işi? Ha, bu 7. Bu oldu 8'imiz. Deməli, 8'də 4'ün üstü olsun belə. 4'ün üstü. Bax bu mənfi o demək uşaqlar. 4'də 1'in üstü 3 bölü 2 vurulsun 4'də 1'in üstü mənfi 2. Razı qalırsınız siz bundan. Üstəgəl 4'də 1'in üstü 3 bölü 2 böyükdür neçədən? 68'dən. İndi bu 4'də 1'in üstü mənfi 2 axı dünya fırlanır. Olacaq 16 vurulsun 4'də 1'in üstü 3 bölü 2 üstəgəl 4'də 1'in üstü 3 bölü 2 böyükdür 68. Deməli 16 dənə bunun üstə, bir dənə bunu gələnlə neçə edir? 17 vur 4'də 1'in üstü 3 bölü 2 böyükdür 68'dən. 17 ilə 68 gedəndə 4. İndi bax burada bir dənə şey yazdım ondan sonra. Bax burada 4'də 1'in üstü 3 bölü 2 böyükdür 4'də. Düzdür? 68'i 17'ye bölüm düzdür. Şimdi bunu da yazaq. 4'ün üstü mənfi 3 bölü 2 böyükdür 4'ün üstü 1'den. Bax bizim bir qaydamız var ki, A'nın üstü n böyükdür A'nın üstü m. Əgər A'mız 1'dən böyükdürsə, olur nə? N böyükdür n. Əgər A'mız 0 ilə 1'in arasında yerləşirsə, işarətini dəyişir. Olur nə? N kiçikdir n. Başa düşdük. Şimdi burada da olacaq. Mənfi 3 bölü 2 böyükdür 1'dən. Bu da mənfi 3 bölü 2 sıx 1 böyükdür 0'dan. Bu mənfiyə vuraq. 3 bölü 2 üstəgəlsin 1 kiçikdir 0'dan. Bu da x'də 3 üstəgəl 2 kiçikdir 0'dan. Bərabərlik həll etdikdə kəsrin sürət və məxrəcin ailəsi 0'a bərabər edirəm. Bir kökümüz mənfi 3. Bir kökümüz də nədir? 0'dır. Belə edirəm. 0'dan böyüyədək götürəndə müsbət. 0'dan bunun arasında ədək götürəndə mənfi müsbət. Deməli, kiçik olduğuna görə mənfi 3 və 0 arası. Bizdən nə soruşur şagirdlər? Bərabərlik ən kiçik tam həddir tam. Mənfi 3'dən böyük ən kiçik ədək mənfi 2. Cavabımız oldu A variantı. Aydındır. Keçək. 9. 9'da da işte kök altı ifadədir. Bu A'nın üstü nə olacaq? Üstə 1, burada 2 olduğuna görə, burada 1 olduğuna görə. Bu nə olacaq? A'nın üstü 6'da 1 vurulsun. A'nın üstü 6'da 1. Buranda nə olur? Əsaslar eynisi. Üstə 1, üstəgəl 6'da 1, üstəgəlisin 6'da 1. Burada olacaq 2. Bərabər. Bu da A'nın üstü 6'da 2, üstəgəl 1, üstəgəl 1. Bu da A'nın üstü 6'da 4. Bu da bərabərdir. A'nın üstü üstə 2. Cavabımız da oldu uşaqlar. A variantı.
Keçək növbəti 10-cu suala. Deməli, dairəvi diaqramda maşın dillərində 2017-ci ildə satılmış maşınların faizlə miqdarı verilmişdir. Dillərdə satılan sedan tipli maşınların sayı digər satılan maşınların sayından 40 ədəd çoxdur. Sedan tipli satılan. Sedan satılıb 52%-də. Digər nə qədərdir digər satılan? Digərlər 100% olmaq üçün 48-dir. 48%. Deməli, 40 ədəd çoxdur. Dillər satılan. Deməli, bunların fərqi 52%-dən 40-48% eləyəcək nə? 4%. Deməli, 4%-imiz nəyi təşkil edir? 40 dənə maşındır. Və bizdə nə? Türkan tipli maşın nə qədərdir? 12% oldu. Hamısını soruşsaydı 100%'dir. Amma Türkanı soruşduğuna görə turuq olmuşdaşım. 12%'ində deməli, faizlər təbii ki, bunlar getdi. 4 ilə də 40 getdi. 10, buradan da ikisi taparam. 120. Bu qədər sadə və asan bir sual. Keçək 11-ci sual. Bunun asan yolu da var. Çətinlə yolla izah edə bilərəm. Adətən mən uşaqlara bunu daha asan izah eləmişəm ki, indi məsələn, MAC bura nə qədərdir? 15 dərəcədir. Çox adam nə bilim, M bu qövsü tapır, sonra belə söhbət edir. Amma mən sizə bir dənə demişəm, həmişə. Siz toxunanla nəyi birləşdirin? Mərkəzi. Toxunanla mərkəzi birləşdirəndə bu buzaq hansı buzaq olur? Mərkəzi buzaq. Bu da daxili buzaqdır. Mərkəzi buzaq daxili buzaqdan 2 dəfə böyütür. Burada necə 3 buzaq alınır? Düz buzaqlı 3 buzaq. Düz buzaqlı 3 buzağında 2 buzaqlarının cəmi 90'dır. Onda bu buzağımız neçə dərəcə olacaq? 60 dərəcə. Aydındır? Sonra uzun da yaza bilər. Sonra 12. Aparın mənfi 2'ni qoyanda yerinə mənfi 2'nin kvadratı üstəgəl 3 vur mənfi 2 üstəgəl 2 aşağıda nə olur? 2 vur mənfi 2'nin kvadratı 0,2 6. Deməli yuxarı verir 0, aşağı verir 0. Deməli 0 bölü 0 hansı qayda gəldik? L'Hopital qayda. Mən də demişdim ki, aptal qayda. Ya da vuruqlarına da ayrı yaza bilərəm, amma L'Hopital qayda kəsrin sürətinin ayrı tərəməsi, məxrəcin ayrı tərəməsini alıraq. Yuxarının ayrıca tərəməsi 2x, aşağının tərəməsi 3x-in tərəməsi, sabitin tərəməsi 0. Orada olacaq 4x üstə gəlsin 1. Aparın mənfi 2'ni yerinə qoysam, 2'ni mənfi 2'yə vuranda mənfi 4 üstə gəlsin 3. 4'ü mənfi 8 üstə gəlib 1. Yuxarıda eləyəcək mənfi 1, aşağıda eləyəcək mənfi 7. Bu da eləyəcək 7'də 1. Oldu. Cavabımız A şıqqı. Sonra keçirik 13-cü suala. Diqqətlə mənə qulaq asın şagirdlər. Deməli, bəzən buna, nə bilim, el adam var, qum sadə deyir, nə bilim, nə deyir, burada görürsünüz, bu nəyə oxşuyur? O da niyə, qum sadına oxşuyur deyəm, amma belə fışdırıqlı şeyləri saxlayıram mən. Bura alfadırsa, bura nədir? Alfadır. Bura betadır. Bura nədir? Betadır. Bunlar da bir-birinə bərabərdir. Qamma, burada yazım qamma. Deməli, bu üç buzaqlar nədir? Yuxarıda aşağı, o oxşardır. İndi buranı verib, MB-ni 2K verib, buranı verib 8K, buranı verib 5K. Bunların hamısının cəmi 15 edir. AOY bərabərdir Y-ə, o da F-dir. Deməli, bu olacaq 5K, 5K, 5K. Burada şəxs verir ki, bunların hamısı bir-birinə bərabərdir. Buranın da sayısını verib nə qədər uşaqlar? 75. Buranın da sayısını deyirəm F. Biz də bilirik ki, sahələr tərəfdən necə atılır? Kvadratik atılır. Deməli, 5K'nın 8K'nın kvadratına nisbəti bərabərdir. 75'i F'ə nisbətinə. K'larımız gedəcək. Yuxarıda qalar 25 bölünsün 64 bərabərdir. 75 bölü F. 25 ilə 75 gedəcək. 64'də savuranda 192. Bizdən həmin F'i soruşur. Bax bu MNK 192. Aydındır. Sonra 14. 14'də daha asan təhlil eləmək üçün bunları asaram. B1 vurulsun, B11 yazaram, B1 vurulsun, kün üstü 10. Kök altda 3 vurulsun, B9 yazaram, B1 vurulsun, kün üstü 8. Amma mən onu elə eləməyəcəm. Bax, mən BM vurulsun,
BM bərabərdir BX vurulsun BY demişəm. İndeksləri zəmini olmalıdır bunları. Bərabər olmalıdır. Deməli, 1 ilə 11-in zəmini neçə edir? 9-un sən necə asam 12 eləyər? Deməli, B3-ümüz nəyə bərabərdir? Aman Allah. Gördünüz nə asan tapıldır? 3. Deməli, biz də demişik ki, həndə sizlərdə hər bir həddin kvadratı özündən eyni uzaqlıqda duran hədlərin hansına bərabər. Böyle gül şəkili, keçi buyumuzu şəkili. Deməli, burada B5 vurulsun, B1 nəyə bərabərdir? B5 vur, B1. B3-ün kvadratına. Bu da bərabərdir 3. Sonra B4 vur, B2 nəyə bərabərdir? Nəyə bərabərdir? B3-ün kvadratına. Bu da bərabərdir 3. Deməli, bu da olacaq 3 vur, 3. Bir dənə də B4-ün özü var, kökdə 3. O da olacaq nə? 9 kökdə 3. Aydın eşi? Cavabımız oldu B variantı. Çox sadə. İndi gəlir buna. Bərabərsizlik həll etdikdə, ümumiyyətlə bu bərabərsizlik sistemidir. Birinci ayrı həll edir. Bərabərsizlik həll etdikdə, sistemi həll etdikdə. Yuxarını ayrıca həll edəcəm, aşağını ayrıca. Birinci yuxarını 2-yə bölərəm, məxrəc yox edərəm. 12, 2, qısım 9, qabağında mənfi işarəsi olduğuna görə olacaq nə? Plus 3 böyükdür 2-dən. Olacaq bu 3x böyükdür mənfi 1-dən, x böyükdür mənfi 3-də 1-dən. Deməli, bir kökümüz olacaq mənfi 3-dən müsbət sonsuzluğa. İndi o birisini həll edək. 2x qılsın 5x böyükdür mənfi 18 üstə gəlirsən 3, mənfi 3x böyükdür mənfi 15-dən, x də kiçikdir 5-dən. Deməli, bir kökümüz olacaq mənfi sonsuzluqdan hara? 5-ə kimi. Gəl bunların çəkməsini tapaq. Mənfi 3-də 1-dən daxil deyil. Hara? Müsbət sonsuzluğa. O birisi olacaq. Mənfi sonsuzluqdan 5-ə kimi. Bunların çəkməsi nə olacaq? Mənfi 3-də 1-dən 5-ə kimi. Nə soruşur bizdən? Ən böyük tam həllini tapın. Bu aralıqda duran ən böyük 5-dən 2-dən böyük ədəd neçədir? 4. Cavabımız olacaq. Y variantı. Bəli. Nəyi? Aha, bunu 2-yə vurmamışam. Düz deyirsiniz. 2, onda nə eləyəcək? Müsbət 3-də 1 eləyəcək. Düz deyirsən onda. O ölüm zad olmuyor. Bu da 3-də 1-dən müsbət sonsuzluğa. Bu da belə. Bu da 3-də 1-dən 5-dən də. Həllə təsir eləməsədir, amma başqa şey olsaydı elə deyil. Elə deyil 4. Aha. Aydın eşi. Bu da getdi. 15-də Y variantı. 16. 16. Deyir ki, M ədədini 5-ə böldükdə qalıqda 3 alınır. Əgər burada 5-ə böldükdə deyil, burada da 5-ə böldükdə deyil, aparıb M-in yerinə 3 qoya bilər. Yox, burada 5-ə böldükdə deyil, burada başqa bir ədəd deyil, aparıb yerinə qoya bilmirlər. Ya istəyirsə M-in yerinə 3 qoyum, ya da M-in yerinə nə qoyum? 8 qoyum. Elə yaxşıdır. 5-ə böldükdə qalıqda 3 alınan ən kiçik ədəd əslində 3-dür. Biz onun yerinə 8 qoyaq. 8-in kvadrat üstə gəlirsin. 6 vurulsun. 8 üstə gəl 5. 64 üstə gəl 48. Üstə gəl 5. Neçədir? 112. 5-ə də böləndə qalıqda nə alınacaq? B variantı. 17-ni sual. 17 biraz qəşək sual oxşuyur. Deməli, uşaqlar, otacağının tərəfi 3 kökdə 2-dirsə, kvadratın bilməli ki, tərəfi 3 kökdə 2-dirsə, diagonal nədir? A kökdə 2. 3 kökdə 2-dirsə, bura nə olacaq onda? 3 kökdə 2-ni kökdə 2-yə vuranda 6. Razısınız buna? Deməli, o da 6-dır, aşağıliklər. Burada nədir? Bu da 6-dır. Başa düşdük? Bu da 6-dır. Razı qalırsınız bundan? Çünki diagonaldır da, kvadratı səzada belə görünür. 3, burada da 3, burada da 3. Sonra, bu da orta nöqtəyə düşür. Sonra nədir? Sonra həcmi nəyə bərabərdir? Ümumiyyətlə biz bilirik, prizman həcmi V bərabərdir. S otacaq vurulsun H. Bu da bərabər nəyə? 72-yə. Deməli, S otacağın sayısı P kvadratdır. 3 kökdə 2-nin kvadratı və diagonala görə 6-ın kvadratı da 3 yaza bilərəm.
Vurulsun h nəyə bərabərdir? H-ımız da birlikdə uşaqlar, bax budur. Aha. Deməli bu nəyə bərabərdir? Bax bu h-ı tapaq. 72-yə 9 vur 2. 18 vurulsun h bərabərdir 72. H da bərabərdir. Neçə? 4. Oldu 4. İndi bizdən nəyə soruşur? O üçbucağın sahəsini soruşur. İşliflənmiş üçbucağın sahəsini soruşur. Bunu burayla birləşdirsən, burada qəşşək bir dənə nə alır? Düzbucaqlı üçbucaq. C1 4. Buradan bura O deyək. O C3. Onda bura 5. Bu üçbucağın da sahəsi nədir? Tərəfə bu tərəfə çəkilmiş. Hündürlük hasilli yaşlı. Bu da eləcək 15. Cavab oldu. C var. Aydındır, 5 sual. Sonra gəlib buna baxmağa. Ümumiyyətlə, cüt dərəcədən kökün altında həll etsən, nə eləmək lazımdır? Təyin olar. Kökün altı mənfi kvadrat üstəcə 8x sıx 15 böyük bərabər 0. Mənfiyə vursam x kvadratı 8x üstəcə 15 kiçik bərabər 0. Bunun həlli nə olacaq? O nədir? Toplayanda 8 edir, buranda 15 edir, 3 ilə 5. Sonra 3 ilə 5 arasında göstər filan 4. 4-dən bunu çıxanda nə edir? Mənfi, müsbət, nə edir? Müsbət. Deməli, mənfi olanda nə olurdu? Yerini dəyişirdi. 5-2 üstə gəlisin, 2 üstə gəlir 2,7. Bu da sırf 2 qabağında mənfi işarəsi var və plus 3. Deməli, bu 2, bu 2, bu 2 get. Bunların da hamısını toplasam 10,7. Cavab oldu 10,7. On 9. Bu işliflənmiş hissə nədir? Aynən B-nin nə idi? Kəskinməsidir. Dedi ondan nəyi? Fərq. Yəni, bu şifahi bir sual. Sonra, tənin köklərindən biri mənfiyə bərabər. Tənin köklərindən biri mənfiyə bərabərsə, aparıb ikisinin yerinə nə qoyacaq? Mənfi 2-nin kvadratı çıxılsın mənfi 2. Üstə gəl 2A kvadratı çıxılsın 9A sıx 1 bərabərdir 0. 2A-nın kvadratı sıx 9A 4 üstə gəlir 6. Dan da bir çıxanda üstə gəl 5 bərabər 0. Burada da tənliyin A1-in ala biləcək qiymətlərin hasilini soruşur. 5 böl, hamısı nəyə böləcəm bunların? 2-yə bölsən 5 böl 2, o da 2,5. Cavabımız oldu Y variantı. Sonra 21-ci sual. Deməli, Z-in qiymətinin biri üçün A plus B idi. Bu ifadəyə görə. Burada da bunun qoşması A minus B idi. Bərabər nəyə? 26-ya. Deməli, A kvadratı, B kvadratı, E kvadratı bərabərdir 26-ya. Burada da A kvadratı da B kvadratı bərabərdir 26-ya. Deməli, bu da A plus B-nin kvadratı. Çünki bizə nəyin qiyməti verir uşaqlar? AB 5-dir, A plus B-ni soruşur. 2AB bərabərdir 26. A plus B-nin kvadratı çıxılsın 2 vur 5 bərabərdir 26. A plus B-nin kvadratı bərabərdir 36. A plus B bərabərdir plus minus 6. Bizdən də müsbət qiymətini soruşur. Cavabımız olacaq 6D variantı. 21-də belə getdi. Sonra 22. 22. Deməli, 2-nin üstü, birinci üstə baxaq uşaqlar. Çıxandan 36 nəyə böləcəm? 4-ə. Olacaq. LC 36-nı 4-ə bölsəm 9. Təzdən bir də LC tutamında 9 qalır. Üstə gəlir. 3 LC 81 nədir? 4. 2 LC 4 nədir? 4 vur 2 bərabərdir. 9-u tutamında 9-a böləndə. 2-nin üstü LC 10. Üstəcə 8, LC 10-la 1 verir, 2-nin üstü 1 üstəcə 8, 2 üstə gəlirsə 8 bərabərdir 10. Bu da sadə bir misalın həlli olmuş olur. Sonra keçir 23. Burada şagird yarım arqumentin düsturunu bilməlidir, dərəcəni aşağı salmağa. Kosinus kvadrat x-in dərəcəsi aşağı salanda 1 üstəcə kosinus 2x bölünsün 2. İndi burada 2x olduğuna görə olacaq nə? 1 çıxılsın üstəcə kosinus 4x bölünsün 2 bərabərdir 1-ə. Bunu başdan 1 plus kosinus 4x bərabərdir 2-yə. Kosinus 4x nəyə bərabərdir? 1-ə. İnşallah ki, düz yazdım. Düz yazdım. 1-i də nədə alır? Xüsusi halda
sıfırda 1 alır. Hər dəfədə 360-dan 1 alır. 2 pi k ağlım var ona görə. Pi k bölünsün 2. Aparıb k-ya 0 versəm, x-imiz olacaq 0. K-ya 1 versəm, x-imiz olacaq 90. K-ya 2 versəm, x-imiz olacaq 180. K-ya 3 versəm, artıq 180-dən çox olacaq. Bizə x-dərin cəmi 0 üstə gəlir 90 dərəcə. 90 dərəcə üstə gəlir 180 dərəcə bərabərdir 270 dərəcə. Aydındır? Hə, sorsaydı neçə kökü var deseydi 3 dənə olacaqdı. Amma köklərinin cəmini soruşduğuna görə 270 dərəcə. Bir dəfə indi burada qəşəng qulaq asın. Bir dəfə də gedib evdə bunu təzdən işləyim. Olsun, əla. Həcmi 125 pi. OX çətinin sahəsi 50 olan silindir. Birinci silindir istəşək. Sadə. Silindir istəşək. Görək nə deyir? Silindir istəşək. Görək nə deyir? Bu belə. Bu belə. Həcmi nə qədərdir? D bərabərdir. S otacaq pi. R kvadratı vur. H nəyə bərabərdir? 125 piyə. Pilər gedər. R kvadratı vur. H nəyə bərabərdir? 125'ə. Bu etmon bildik. Ox kəsinin sayısı. Ox kəsini buradır uşaqlar. Bax bura. Ox kəsinin sayısı. Deməli, bura R'dir. Bura R'dir. Burada H'dir. Deməli, 2R vur. H nəyə bərabərdir? 50'yə. R vurulsun H nəyə bərabərdir? 25'ə. Burada da bu o demək ki, R vur. H bərabərdir 125'ə. Bu yerinə aparıb nə qoyacağım? 25 bərabərdir 125'ə. R də bərabərdir buradan 5'ə. Radiyusunu tapdım 5. Bizə nəyə soruşur? Otacağın radiyusunu tapdım. Elə özü dedi. Tapdıq. Sadə. 25. Uşaqlar, baxın, indi sizin ağlınıza gəlməyə bilər. Birinci ən ağla gələn batağın nədir? Yuxarıdan nə edəcəm? İlki tapıb gətirib x-in yerinə qoyacam. Amma mən biraz beynim daha yaxşı işlədiyinə görə daha tez. Buradan nə edəm? 2x, y çıxılsın 3y üstə gəlir 2 çıxılsın 3. Bunu elə bil vuruqlarını ayıram. Böyləcə 2 çıx 3. İmtihanda vaxtımız getməsin deyə. Burada da 2 çıxılsın 3. Y plus 1 bərabər 0. Deməli, bunun sıfıra çevirən qiyməti bir kökümüz nədir? 3'dür. Bir kökümüz nədir? Mənfi 1'dir. Sonra aparıb yerinə qoyaq. Əgər burada bir x-imiz 3 olsa, elə yuxarıdan yerinə qoyaq. Bax, x-imiz nə olsa uşaqlar? X-imiz 3 olsa, y2 tapaq. 6'nı 3 avramda 18, 5'dən 18 çıxanda mənfi 13. Apardım bunu yerinə nə qoydum? Bir dəfə 3 qoydum. Aparıb ilkin yerinə mənfi 1 qoyaq burada. Mənfi 1'i belə keçsin. 6 altında 6'ya böləndə deməli ilkimiz də mənfi 1 olanda nə olur? Müsbət 1. Bunun həlli də oldu bu. İlkimiz mənfi 1'dir. Bəli. Tamamilə doğrudur. Deməli, həllimiz olacaq. Burada da qeyd edeyim. 3 mənfi 13. Bir də 1 mənfi 1. Düzdür. Həllimiz oldu. Neçəni sual edir? 25. Keçdi 26'ya. Hə. Bunu uşaqlar, Sirtar teoremi bilməmişlər edə bilərik. Amma daha siz böyümüsünüz deyə sınarla. Bunu izah edəcəm nə ilə? Sirtar teoreminə. KC'dir. Bura neçə dərəcədir? 15'dir. Belə verib də. KC'dir. BA'dir. BA'dir. Bura 60 dərəcədir. Onda bura nə olacaq? 120 dərəcə. 120 isə 15 dərəcə. 135, onda bura olur 45 dərəcə. Rəstiniz. Sonra B'dir. B'dir nə qədərdir şagirdlər? 4 kökdə 6 bölür. Deməli, onda bunun bütün tərəfləri nədir? Rombsa. 4 kökdə 6 bölürsün 3'ə. Rəstiniz. Bizdən haranı soruşur? C2. Sirtar teoremindən bildiyimiz x-in nəyə nisbəti? Sinus 120 sinus 120 dərəcəyə nisbəti bərabərdir. 4 kökdə 6 bölüsündə nəyə nisbəti? Sinus 45 dərəcə.
Sinüs 120 dərəcə bilir ki, elə sinüs 60 dərəcədir. İkinci cüftdə bir-birlərini 180-ə tamamlayır. O da 60 dərəcədə kökdə 3 bölü 2-dir. Bu da 4 kökdə 6 bölüsün 3. Sinüs 45 dərəcədə nədir? Kökdə 2 bölü 2-dir. 2-lər gedər. Düzdürmü? 2-lər gedir. Aha. Kökdə 6-nı elə bil belə deyirsə. Kökdə 3-ü bura vuranda elə bil. Bunu bura vuracaq, bunu bura. Kök altda 2 x bərabərdir 4 kökdə 6 böl 3 vur kökdə 3-ə. Kökdə 2 ilə kökdə 6 gedər, qalar kökdə 3. Kökdə 3-ü kökdə 3-ə vuranda 3. Qalar x bərabərdir nə? 4. Cavabımız oldu 4. Sadə. Düz uzaqlış, uzaqla da yaza bilərsiniz. Problem var? Yox. 27. 27-də nədir? Törəməsinin dövrü funksiya deyil. Aha, gəl baxaq birincidən. Ümumiyyətlə, burada dövrü funksiya deyil birincidə. Avtomatik birazdan sonra görəcəniz için o 2 olacaq. Amma başla birincidən. Sinüs 3x, böhran nöqtəsini tapanda nə edəcəm? Sinüs 3x-in törəməsini nə edirəm? Sıfıra bərabər edirəm. Bu deyir 3 kosinüs 3x bərabərdir 0. Kosinüs 3x bərabərdir 0. Sıfırda bir işi nədə alır? Pi bölü 2 üstəcək pi k-da. X də bərabərdir pi bölüsün 6 üstəcək pi k böl 3. Deməli, böhran nöqtələrindən biri bəli. Nədir? Birə nə uyğun gəldi şagirdlər? Birə uyğun gəldi B variantı. Birə. Birə uyğun gəldi nə? B variantı. Aha. Bu belə. İndi gəlirəm 2-yə. 2 avtomatik bunun törənməsini alsam uşaqlar. Bu getdi. Bunu sizə 2-yə. Sinus x-in kubun törənməsi. Nə olacaq? Kosinus x-in kubu. Bir də vur 3x-in nəyin törənməsi? X-in kubunun törənməsi. Bu nə verir bizə? 3x kvadrat vur. Kosinus x-in kubu. Biz bir işi dövrü funksiya y bərabərdir. A vur sinus k2 üstəcələsin b. Burada da bu şəkildə olur. Amma burada x-in kvadratı olduğuna görə nədir? Dövrü funksiya deyil. 2 olduğuna a. Başqa nə uyğun gəlir? Testdə. Testdə uyğun gəlmir. İndi buna baxaq. Bunun törəməsini alsam uşaqlar. Elə bu axırıncı burada var. Mənfi 3 sinus 3x bərabərdir 0. Belə bir şey var. D variantı. Buraya da qabağına yazdım. D variantı. Bir də sinüs 3x bərabərdir 0-a. X də bərabər 0 alır sinüs pi k-da. X də bərabərdir pi k bölünsün 0 verən 0, 1 verən də 3. Bir də nə uyğun gəlir? 1-ə oldu indi B, 2-ə oldu A, 3-ə oldu C, D. Belə. Bunların Allah qoysa situasiyalarını və isbatlarını növbəti dərsdən başlayacağım dərsdə işlətməyə. Aydındır, onsuz bilirsiniz. Birinci qrupa isbat düşür, ikinci qrupa situasiya düşür. Amma situasiyanı birinci qruplarda yazsa yaxşıdır ki, həm qayda bazası çoxalır, dünya görüşü çoxalır. İsbatları da ikinci qrup yazsa yaxşıdır. Yəni, çıxarılışlar haradan gəlirsə bilmiş olur. Bugünlük bu qədər. Sağ olun, buraya yazaq. Sağ olun. Bunu da istəyərdim, o bir də qol çəkir. Tam 40 dəqiqə olmasını istəyirəm. O da çəkir. Sağ olun.